Necə eləyək ki, pisliklərimiz nəinki aradan geçsin, yaxşılığa çevrilsin. Yol istəyirsiniz? Yol deyim sizə. O tullantıları görsən emal eləyib, mən üzr istəyirəm, amma bugün dedim də pisliklərdən danışıq deyə misallar da pisdir. Tullantıları emal eləyib bir məhsula çevirirlər. Görmüsünüz də, bəzi xüsusi bu işlə məşğul olan müəssisələr var. Tullantıları faydalı bir şeyə çevirirlər. Günahlar da elədir. Günahlar nəinki silinir, eyiblər yaxşılığa çevrilir. Bunun yolu nədir? Mən sizə bir dənə yol deyim, İmam Hüseynin məhərrəmində faydalı olar. Bacarırsınızsa, tez-tez, yəqin bildiyiniz eyibləri kağıza yazın ki, məndə 100% bunlar var. Kağıza yazın. Öz portretinizi, pisliklərinizi yazın. Mən tapmışam içimdə bunları, yazın kağıza. Və baxın yazdıqlarınıza. Özünüz haqqında, öz qənaətinizə, öz eyiblərinizə baxın. O lazer necə yandırır bəzi şey. Baxış lazımdır. Bəzən Allah istəyir ki, sadəcə fokuslanasan öz eybivə, baxasan, pisliklərin onda enerjiyə çevriləcək. Özünə bax, kağızın üzərində. Hələ tapdıqlarını yaz, denən, bax, busan da. Adam özü-özünə, bax, busan. Bunu da eləmirik. Yox, ki, mən yaxşıyam, yaxşıyıq, denən yaxşıyam. Denən, bax, busan. Görürsən, kimsən? Təkəbbürdən ibarətsən, həsəddən ibarətsən, o qədər eyiblər var, tapmaq lazımdır. Bu bir dəqiqə var, oturub baxırsan ona. Hədis buyurur ki, 40 il ibadətdən üstündür. Hədis buyurur. Buyurur ki, zəmmukə li nəfsik əfzəl min ibadətikə 40 sənə. Buyurur ki, bir an özvə deyəsən ki, vay mən nə gündəyəm, bu bir saniyə. Bu 40 il ibadətin təsirini göstərir sənə. Yəni, paklaşdırır səni. Baxmaq, zəhmət çəkib baxmırıq da, deyirik, niyə düzəlmirik biz? Ay qardaş, bir bax da, bir bax, etiraf elə, özün özvə. Bunu da eləmirik axı. Otur bir yerdə, bir küncdə heç kəs səni görməsin. O dəftəri özünüzdən başqa heç kəs görməsin. Otur, bax ona deyən, bax mənəm, mən buyam. Mən bunlardan ibarətəm. Vay olsun mənə. Bugün bir ustada qulaq asırdım. Allah qismət elədi, qabağım bir dəqiqəlik çıxışından bir dəqiqə neçə saniyə çıxış idi. Çox təsir elədi mənə. Deyir ki, əgər Hürrün cənnətdə, Hürr, İmam Hüseynin səhabəsi, Hürrün cənnətdə yadına düşsə ki, İmam Hüseynə nə pislik eləyib, cənnəti cəhənnəmə çevirirlər. Yadına düşsə ki, nə pislik eləyib İmam Hüseynə. Ona görə də nə baş verir? Allah yadından çıxardır, silir yaddaşından. Allah belə Allahdır, bax, bağışlayanda belə eləyir. Eybi ki, etiraf edirsən, silir. Özvə də unutturur. Çünki müqəllibəl qulubdur. Qəlbləri idarə eləyən odur. Bizə biri pislik eləyib, bağışladıq. Biz nə edə bilərik pislik eləyənə? Bağışlaya bilərik. O, ustad deyir bu sözləri. Bağışlaya bilərik, üzünə vurmarıq. Dalıca da demərik, mehribanlıq göstərərik. Vəssalam, düzdür, başqa nə edəyək? Amma o ki, içində xəcalət çəkəcək, ona biz əlac eləyən birik. Çünki qəlbə girişimiz qadağandır. Biz onun qəlbinə təsir eləyə bilmirik. O xəcalət hissi bizlik deyil. Ora girə bilmirik. Amma Allah belə eləyir. Allah deyir, tövbə eləyərsənsə, etiraf eləyərsənsə, nəinki bir məxluq tapılmaz ki, sənin pisliyi və şəhadət versin. Heç öz yadında da qalmaz. Özvə də unutturaram. Yoxsa sən cənnətdə rahat olmazdın. Həmişə vicdan əzabı çəkərdin. Cənnətdəkiləri danışdırsın, deyə mən heç bir günah eləməmişəm. Hamısı. Yadından çıxıb. Deyəcək ki, mənim heç bir eybim olmayıb. Görün, nə qədər rəhimli Allahla üzbəüz dayanmışıq, onun Hüseyninin qapısına gəlmişik. Hürr özünü digər şəhidlər kimi görür indi. Bilmir ki, neyniyib İmam Hüseynə. Elə söhbətimin bu yerində İmam Hüseynə müraciət edirəm ki, ya Əbu Abdillah, biz də hürr kimi gəlmişik sənin qapına. Elə bu gecə bizi pak elə, təmizdə. Təmizdə və unutdur bizə. Eləyə bilirsən, sən gəlib
adamı cəhənnəmdən çıxardıb cənnətin ən uca zirvəsində qaldıra bilirsən. Yazın eyiblərinizi və baxın hərdən və dinən ki özünə ki, baba sən busan, çox özü yuxarı qaldırma. O adamlar paklanır ki, eyiblərini görməyə adət eləyiblər. Eybi görməyə gərək özünü adət eləyəsən, adətin olsun bu. Qorxma, qaçma, heç nə olmaz. Özünü etiraf eləyəndə heç nə qorxulu bir şey yoxdur. Xəcalət çək. Bir dənə gözəl hədis deyim, gözəl hədisdir. Mövzuya aid gözəl hədisdir. Hədisə qulaq asın, xahiş edirəm. Mən özüm biraz bərk danışıram ki, hər yanda eşidilsin, bilmirəm, indi səsim çatır, çatmır. Hədis buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq var. Bulaqlar bizim gördüyümüz bulaqdan deyil. Orada hər şeyin həm maddi, həm mənəvi mənası var cənnətdə. Qulaq asın. Buyurur ki, möminlər cənnətə gedəndə cənnətin qapısının ağzında bir bulaq qaynayır. Möminlərə deyərlər ki, cənnətə girməmiş, gedin bu bulaqdan için, sonra gedin cənnətə. Sonra daxil olun. Niyə? Niyə? Qulaq asın. Ona görə ki, deyir ki, sənin qəlbində bir zərrə həsəd qalıb. Hələ. Bu qədər işdən sonra. Həsəd qalıb. Ged ondan iç, o bulaq, o həsədin son damcısını sənin ürəyindən çıxartsın, paklanıb cənnətə daxil ol. Məsələ bu həddədir, danışdığımız məsələ, bəli. Məsələ bu həddədir.